Salam əziz və hörmətli dostlar. Xoş gördük. Umarım hər yerdəsiniz, keyfiniz sazdır. Mən yenə də bir fürsət tapdım. Çox qısa bir fürsət, amma qısa olmağına baxmayaraq bir az kitab oxusaq çox mühümdür. Çünki hər zaman ki kitab oxumuruq, zərər edirik. Ərz eləyim ki, kitabı ki oxuyurduq. Görün bu milli muziki dünən oxuduq və bu günləri digər sənətlərimizi oxuyacağıq. Ərz eləyim, mən bu günləri bir az fürsət tapdım, biraz məsələn 4-5 saat öncə ki görüm strateji haqqında bir kitab tapa bilirəm ki, türkcə ola oxuyam və elə burada bu kitabdan sonra strateji haqqında oxuyaq, görək strateji nədir, hər sahədə nə olar. Sadəcə qızıl əlma yazaraq latin əlifba ilə axtardım və qızıl əlma haqqında çoxlu kitablar gəldi. O da 10-12 dənə kitab gəldi. Bir neçə şeirdir, bir neçəsi romandır. Bəli, içində gözəl kitablar var. Cəlibdir ki, bu kitabların bir çoxu Ziya Gökalp yazıbdır. Qızıl əlma adında. Və bu kitablardan biri ki, mənim özümün şəxsi bilincimə tərsədi, türk əxlaqı. Yəni, mən əxlaqı, bilirsiniz, bir sistemə əxlaqiyə etiqadım yoxdur. Və mütəqidəm ki, bu qüdrət rabitəsidir. Qüdrətlilərin qüdrətsizləri çarmıxa çəkmək üçün bir şeylər düzəldiblər, o cümlədən əxlaq. O şey ki, İranda heç olmasa, mən İran çərçivəsində danışıram, bunları diqqət buyurun, Azərbaycan çərçivəsində danışıram. Bu sözlər ki, deyirəm, məsələn, əxlaq yoxdur, ya nə cürdür, bu İran çərçivəsində danışıram. Yəni, mən nəzəriyyəm İran çərçivəsindədir. Filsuf kimi dünya çərçivəsində danışmıram. Əlbəttə, dünya çərçivəsində də keçirtmək olar və keçirdə də bilirəm, keçirdirəm də. Amma mənzur və hədəfimin çoxu İran çərçivəsidir. Ərz eləyim xidmətinizə ki, bir dənə əxlaqa görə kitab yazıbdır Ziya Gökalp, türk əxlaqı. Mənə cəlib gəldi. Çünki dünyada əxlaqdan danışırlar bəzi adamlar, morality və normlardan danışırlar, bunlardan danışırlar. Amma birdən, məsələn, türk əxlaqı cəlib oldu mənim üçün. Bəlkə bu kitabdan sonra onu oxuyaram, bir də bir özümüzdə bir əxlaqla tanış olaq da. Yəni, görək teorik 100 il bundan qabaq əxlağı nə cür düşünürmüşlər, türk əxlağı nə cür olar. Çünki biz özümüzə gəl türk bilirik, bir əxlaqlara sahib olmalıyıq. Bəlkə o birisi millətlərindən fərqlidir, bilmirəm, oxuyub bilməmiz gərəkir. Onun üçün cəlib idi mənə hər halda. Qırmızı əlma, ya qırmızı alma dediyimiz, türklərin bir minlər il bundan qabaq bir stratejiləridir. Və mənə də çox cəlibdir, bunu bilək nədir və bizim Güney Azərbaycanlılar istəyək özümüzə qızıl alma tərif eləyək, yəni strateji tərif eləyək nədir? Hər halda görək nə gələcək qabağa. İndilikdə mənə bu türk əxlaqı kitabı çox cəlib gəldi. Yazarı da elə yenə qızıl əlmanı da, yenə də bir qızıl əlma adlı bir kitab yazıbdır. Yenə də elə Ziya Gökalp yazıbdır. Hər halda bu günləri başlayaq, vaxtı öldürməyək, həm də qaranlıq gəlir. Yavaş-yavaş bilirsən, həm payız gəlir, gecələr uzunlaşır, gündüzlər qısalır. Həm də ki, nə deyirlər, mən də işimi davam etməliyəm, yəni əlan iş istəyəm. Türkçülüyün əsasları adlı kitabı oxuruq, yazan Ziya Gökalp'dır. 88-ci səhifənin aşağılarında bir paragraf qalırdı ki, ayrı bəhsə girdiyi üçün yarımçılıq qoyduq və getdik. Digər sənətlərimiz. Bunu deyim ki, dostlar, niyə dedim o kitabları? Çünki bu rəhmətli Gökalp, Ziya Gökalp, ya o birisi insanlar
bir strateji üzərinə gedirlər. Əvvəl deyirlər ki, ağa, mən niyə strateji tərrahlıq eləməliyəm? Onu tərif edirlər. Türkçülük, turançılıq. Türkçülüklə turançılığın fərqi nədir? O türkçülüğün başına nə oyunlar gəlibdi tarixdə? Bir qıssa. Niyə Osmançılıq eləmirik məsələn? Niyə İrançılıq eləmirik, türkçülük eləyirik? Bunları bəhs eləyəndən sonra bir tərif verdi. Türk nədir? Türkçülük nədir? Ondan sonra dedi ki, türkçülük hardan başlamalıyıq? Və görürsünüz ki, ondan sonra gəlir, deyir ki, hangi sahədə stratejimiz nə olmalıdır? Stratejiləri danışır. Əslində, bu strateji bəhsidir. Türkçülük strateji bir bəhsidir. Kitabın da elə adına baxsaq ki, türkçülüğün əsasları da, yəni bir strateji bəhsidir. Bu olmasa olmaz türkçülük. Onun üçün mən baxdım, görüm ki, strateji nədir? Ki, inşallah, umaram ki, dostlarımız bu bəhslərə girişsinlər. Okey. Digər sənətlərimiz, o birisi hünərlərdə strateji nədir? Nə etməliyik? Digər sənətlərimiz tamamilə xalq tərəfindən yaratıldıqları üçün tamamən millidirlər. Yəni, musiqidən sonra o birisi deyir, tamami hünərlər, sənətlərimiz, yəni hünərlərimiz, türklərin hünərləri tamamilə, yəni kamilən sıfırdan 100-ə qədər xalq tərəfindən yaratıldığı üçün, onlar xalq əli ilə yaradılıblar. Biz yaradığıyla deyirik, Türkiyədə yaratdığıyla deyirlər. Görürsünüz, bizim dığıyla çox bir-birinə çevrilir. Yəni, belə bir xasiyyəti var bizim dilimizdə. Tamamilə millidirlər. Yəni, o birisi hünərlərin hamısı millidir. İndi nələr görək? Dans oynamaq biz deyirik. Türkiyədə də oynamaq da deyirlər, dans da deyirlər, rəqs də deyirlər. Dans latincədir. Rəqs bilmirəm, ərəbcədir, ya farscadır, orasını da bilmirəm, mütəəssifanə. Oynamaq bizim üçün də oynamaqdır, gözəldir. Bu da milli sözlərimizdən biridir. Memari. Memari, bilirsiniz da, bir mühəndisidir əslində. Muntaha saxtıman, bina, şəhər, caddə mühəndisliği, buna deyirlər memarlıq. Nəqqaşlıq, bəzi yerlərdə rəssamlıq deyirlər. Hər ikisi ərəbcədir. Yəni, həm nəqqaşı, həm rəssamlıq. İttifaqən burada hər ikisini yazım. Həm nəqqaşlığı yazım, həm rəssamlığı. Yəni, burada ehtimalən nəqqaşlıqdan bir anlamı var, rəssamlıqdan bir başqa anlamı. Amma nə fərqi var bunların, bilmirəm. Yəni, nəqqaşlıq bilirik ki, nəqş çəkmaqdandır. Rəssamlıq, ehtimalən, məsələn, nəqqaşlıq çox eşikdə olan, bizim zehnimizdən eşikdə olan bir şeyə nəqqaşlıq deyir. Yəni, ona əgər çəkirik tablo üstündə, ya kağız üstündə, ya hər nə üstündə. Rəssamlıq o ola bilər ki, çox da zehnimizdə də ola bilər. Məsələn, miniatur. Məsələn, xəttati nəqqaşı. Məsələn, fikir edirəm. Mən bu cürsü, yəni, zehniyyətim yox idi. Elə filbidahə bu cürsü gəldi. Xəttatlıq da ki, bilirik, xət yazmaqdır. Və bir hünərdir. Dünyanın hər yerində hünərdir. Yəni, fikir eləməyin, fəqət ərəb əlifbasının xoşnevisi olur. Yox, adına xoşnevisi deyirlər farslar. Yox, elə İngiliscənin də çox əcib yazıları vardır. Əlifbası ilə gözəl xəttatlıqlar elirlər. Mən Japon və Çinin də və Hindistanın da yazılarını görmüşəm. Çox əcib, gözəl. Yəni, bizimkindən daha çox inkişaf edibdir. Maranqozluq, bilirsiniz, bu nəccarlığa ki, ərəbcə sözdür, türkcə maranqoz deyirlər. Maranqozluq da, yəni, o adam ki, o ağaçlarla ilgidədir. Dəmirçilik, bilirsiniz ki, bu da işdir çox, amma
hünər sahəsinə də keçibdir. Yəni siz bəzən görürsünüz, bəzi insanların qapıları, pəncərələri, nərdələri ya əsəri hünəridir vaqəən. Yəni adam bunlardan ləzzət aparır. Çiftçilik bizim dilimizdə yoxdur çox buna müadil. Çox şeylər biz əkinçilikdən mütəəssifanə keçən 100 ildə farslaşıbdır. Onun üçün də biz bunu kamil tapa bilmirik. Amma çiftçilik, yəni çift bilirsiniz də, iki şeyi bir-birinə yapışdırmaq ya iki şeyi olmaq. Cüft deyirlər farsçada, çift. Fikir edirəm burada bu sözdən gəlir, yəni çift sözü. Mal heyvan saxlamaq. Bunlar bilirsiniz də, məsələn gərək bir dişi ola, bir erkək, bunlardan uşaq törənə, buna görə çiftlik işləyirlər, yəni heyvan saxlamaq. Boyacılıq. Bilirsiniz, boyacılıq bizdə çox şey olubdur, çox inkişaf edib. Xüsusən çünki fərş ilə və parça ilə ilgilisi olduğu üçün əcibə inkişaf edibdir. Hətta qədim boyaçıların əhliləri yazıqların hər dirsəyəcən görərdiniz ki, rəhdir. Çünki hər cürə rəngi olar, işlərdilər. Elə indi də yenə bu vardı bizdə, çox böyük bir hünərdir. Çuhacılıq. Mən bu bilmirəm, bu lüğət nəyə deyir? Çuhacılıq. Qalıcılıq. Qalıcı, qalici, fərşçılıq. Fərş hünəri özü bir hünərdir da. Bunu mən həm toxumasında dedim, indi də ki, daha çox inkişaf edibdir. Həm Türkmənistanda, yəni Güney Türkmən səhradan danışırıq, Güney Türkmənistandan, o ki İranın içindədir. Qəşqaistanda və Azərbaycanda. Türklər içində fərş məsələsi ya qalıcılıq çox inkişaf edibdir. Kilimçilik. Kilim də onlardan biridir. Bizdə nəmət var, kilim var, qayğı var, daynə var. Yəni o hünərlər, bunlar həm işdilər, həm hünərdirlər. Yəni ona görə. Və sairə kimi bunlara tay. Osmanlı yüksək təbəqəsi bədənlə ilgili olan əl işləri və ya əl aracılığı ilə yapılan bu işləri sıradan saydığı üçün xalqa buraxılmışdır. Deyir ki, Osmanlının yüksək təbəqəsi, yəni təbəqə-i əyan yüksək. Əyanın türkcəsi yüksəkdir. Əyan təbəqə ya yüksək təbəqə deyir ki, bunlar bədənlə ilgili. Yəni canla, bədənlə ilgili. Dedik ki, bodon da millətə deyilirmiş. Bud sözündən ola bilər. Bədən də bud sözündən ola bilər. Hər halda bizdə var bu kəlmə, türkcədir. Millətə deyilmiş bodon. Budun ilgili olan, yəni hər şey ki, bədən ilə ilgiliymiş, əl işləri, əl ilə işləmək. Bunlar tapşırmışmışlar, ya əl vəsiləsi ilə düzələn işlərdə yapılan, yəni düzələn bu işləri sıradan, məmuli, sıra yəni məmuli, sıradan bir iş, yəni məmuli iş. Bunları saydığı üçün xalqa buraxmışdı, bunlara dəxalət eləməmişdi. Bu səbəblə türkçülük bu sənətlərin hamısını mənimsəmişdir. Türkçülük, yəni onlar ki, türkçülük elirlər, həm dildə, həm siyasətdə, həm iqtisadda, həm kültürdə, həm əxlaqda. Bunlar nə ediblər? Deyiblər ki, bunlar bizim hünərimizdir. Görürsünüz, hünəri əslində yaşamın gözəllətməsi anlamına tutur. Yəni, yaşam özü hünərdir. Bunu qəbul edək əvvəl. Yəni, mənim özümdə bunu düşünürəm. Yaşam hünərdir. Onlar ki, ölürlər, hünər sahəsindən çıxırlar. Çünki siz hər yaşadığınızın hər saniyəsində bir iş görürsünüz. Amma bunlar mütəəssifanə qalıcı olmur. Məsələn, o uşağınızı sevirsiniz. Onu alırsınız qucağınıza, bunu öpürsünüz, bunu nəvaziş edirsiniz. Bu hünərin ən zirvəsidir. Ya məsələn sevgilinizi görürsünüz, bir həyəcanlanırsınız, duyğulanırsınız, onu görəndə bir hal olursunuz, ya o hal hallığı yaşırsınız. Bu da hünərdir.
Cəlibdir, bunları gedib yapay şəkildə, yəni məsnui şəkildə kameranın qabağında eləsəz, qalıcı olur. Amma bunu doğrudan eləyəndə kamera yoxdur, bunları qalıcı eləsin. Amma bunlar hünərdirlər, bu yaşam. İndi Allah göstərməsin, biri ölür, orada da ağlanır, dərdlənir. Bunların hamısı hünərdir, bu yaşamdır yəni. Yaşam yəni hünər. Və gözəldir, çox gözəldir, çox şikdir. Mən işığı yandırdım ki, biraz səs şey olsun, amma çox da gözəl çıxmadı. Biraz gözləriqdən eyniyəm. Deyir ki, bu səbəblə türkçülük bu sənətlərin hamısını mənimsəmişdir. Fəqət nə yazıq ki? Yazıq ki, bilirsiniz, yazıq da, filan kəs yazıqdır. Nə yazıq ki? Yəni, heyf olsun. Heyf ərəbcədir, türkçəsi nə yazıq? Yazıq, nə yazıq? Nə yazıq ki, bu sənətlər tənzimat dövründən etibarən milli ekonomiyə önəm verilməyərək Adam Smith'in bıraxınız yapsınlar, bıraxınız geçsinlər ilkəsinə uyulması üzündən çoxu yox oldular. Bir dana bir misal deyir. Deyir ki, bir Adam Smith var idi. Adam Smith'in bir sözü var. Deyibdir ki, nə deyibdir? Deyibdir ki, bıraxınız yapsınlar. Deyir, öz başına ötürün, qoyun, nə iş görürlər görürsən. İş görmək azaddır. Hər nə olur azaddır. Bıraxınız getsinlər. Deyir, ötürün, qoyun, yəni öz başınalıq da, qoyun öz başına, dövlət dexalət eləməsin. Bıraxınız, bıraxın, yəni buraxın, ötürün, getsinlər, getsin. O şey ki, qala bilər, qalar, qalanmaz, qalanmaz. Adam Smith'in belə bir ilkəsi var. İlkə, yəni qaidə, usul. Görürsünüz, burada onu istəyir. Deyir ki, nə yazıq ki, heyf olsun ki, bu sənətlər, yəni bu hünərlər tənzimat dövründə, yəni məşrutə qanunun dövrəsində ki, Türkiyədə olubdur, sonra da bizim içində. O dövrdən etibarən, deyir ki, o dövrdən başlanaraq, etibarən burada o anlamdır ki, o dövrdən başlayanaq milli ekonomiyə önəm verilməyərək, milli iqtisada əhəmmiyyət, önəm verməyərək, Adam Smith'in sözlərinə uyaraq, yəni ona yuxulanmışıq. Nə olubdur? Çoxu yox olublar. Çoxlu bu hünərlər aradan gedibdir. Məsələn, bəzilərini dedim, mən adlarını da bilmirəm. Məsələn, çoxacılıq. Bilmədik adı nədir? Mən bilmədim. Dostlar bilə bilərlər, amma mən bilmədim. Məsələn, var idi nə mənə? Kitabın cildin düzəldənlərə nə deyirdilər? Yadımızdan çıxıb. Yəni, hətta bunun adları belə yaddan çıxıbdır. Amma onlar bizim həm iş idilər, həm hünər idilər. Dostlar, Rıza Şahdan sonra Fars milləti ki, indi biraz da ekonomik danışacağım, indi ya bəhsimiz yetişər, ya yetişməz. Yəni, bu səfəni ya oxuya bilirik, ya oxuya bilmərik. Rıza Şahın dövrünə qədər Farslar iqtisadi gücdə yox idilər, İran tarixində. Yəni, İran tarixi 100 ildir, 100 ildən də azdır, Rıza Şahdan sonra İranda. Amma mənzurum, yəni, bu keçən 1400 il. Farslar normalda aşağı təbəqə idilər. Baxmayın, bir neçəsi divanda olublar. Çox azı. Yəni, məsələn, dedim, dövlət səviyyəsində divanda, məsələn, bir 5-10 nəfər mərkəzdə işləyirmiş xilafətin mərkəzində. Ya, deyək ki, Qacarın mərkəzində, Səfəvinin mərkəzində. Qalanı, bir 5-10 nəfər də iyalətlərdə, dövlətlərdə, məmalikdə maliyyatçı olaraq gedirmişlər, mustofi olaraq gedirmişlər. Mustofilik də maliyyatçılıq. Bunlar bəlkə Farsı bilərmişlər. Bəlkə. Qalan heç birisi Fars deyil. Bu yalana uymayaq.
Bunun üçün farslar normalda və bir ailə tərəfindən coğrafiyayı ki, farsları yerləşdiribdi türklər və ərəblər çəvirdi. Bunun üçün çox kasıb millət olublar. Qacar gedənə yaxından ki, bunlar İngilislərlə əlaqəyə giriblər, Avropa ilə əlaqəyə giriblər və İngilislər, Avropalılar görüblər ki, bunların nə torpaqları var, nə sərvətləri var, nə də dilləri filanları var. Ya bu deməyin, baxmayın buna. 4-5 nəfər ağa tarixdə bu dildə şeir yazıbdır. Tamam, tutuldu getdi. Yəni, kullun yığsaz 300 nəfər adam bu dildə, tarixdə kitab yazıblar. Tamam. Minlər, 10 minlər ərəbcə və onlar min türkcə yazılıbdır. Hə, indi biz deyək ki, İranda biz bilmirik ki, məsələn, ərəbcə kitab var, tamam, türkcə kitab var. Bilmirik, niyə? Çünki farslar keçən 100 ildə qoymadılar. Yəni, bir fəqr-ü fəlakətdən çıxıblar, tazə bir dövran rəsiqdə, özü fars sözü da, taza dövrana gəliblər. İndi bunlar tamam sərvəti, tamam işləri aradan apardılar. Tamam hünərləri aradan apardılar. Ta özlərinə, hər şeyi özləri manipulate edirlər, əllərinə alalar. Bunun üçün görürsünüz, baxın, hər şeyə. Əkincilik aradan getdi. Damdarlıq aradan getdi. Yəni, heyvan saxlamaq. Heyvancılıq. Çiftçilik deyirlər. Görürsünüz, Türkiyədə bunların hamısına çiftçilik deyirlər. Yəni, o adam ki, yer üzündə saxlanır. Hətta zəminin də bizdə, zəmi və bağdarlıq bizdə, məsələn, deyirik ki, bağa sözümüz yoxdur, bağ. Bağ özü türkcədir, ha. Bağ özü türk bir kəlmədir. Farsı deyil. Amma bununla ilgili bir elmi bir şəkildə bunun adı yoxdur. Bağ deyirik, qutulur. Amma bunun bağçılıq, məsələn, bunun gərək işi olar. Ya heyvancılıq. Çiftçilik deyəndə heyvancılıq olur. Amma burada zəmi çıxır. Zəmi saxlamaq. Əkinçilik. Biz buna əkinçilik deyirik. Orada tarlaçılıq deyilir Türkiyədə. Görürsünüz ki, bunların hamısı aradan gedir. Tamam üretim, yəni paltar, tikmə bizim özümüzdə insanlar tolid edirlər. Bu da aradan gedir. Çünki gəlib bunu manipulə edirlər, pəhləvilər və pəhləviyə bağlı olanlar buradan sərvət qazanırlar. Bunun üçün görürüz ki, milli tolid və üretim İranda, indiki İranda pəhləvidən sonra yavaş-yavaş aradan gedir, yerinə varidat gəlir. Çünki bunlar bir sərvət istəyirlər və bu sərvət hardan gələr? İçəridə. Çünki farsların özlərinin tolid yoxlarıdır. Çox az, yəni çox az bir tolidləri var farsların. Ona görə onun yerinə xaricidən gəlsə heç ittifaq düşməz onlara. Amma türklərin, şumallıların, ərəblərin, bəluçların, kürdlərin, bunların tolidləri aradan gəlsə, tamamən ağızları bağlı olar nəftə. Çox ilgincidir. Biz iqtisada baxmamışıq ki, bizim iqtisadımıza Pəhləvidən sonra nə olubdur? Sürətlə, çox sürətlə hava qaranlıqlaşır və gedir qabağa. Bu da çox belə şey olur, yəni yaxın olur və hər halda nə etmək? Onun üçün biz bu iqtisad məsələsinə də Pəhləvidən sonra başlanır. Buna da biz bir diqqətli olmalıyıq. Görək ki, bizim iqtisadımızın başına nə gəlib? Dedim, Pəhləvi dövründə farslar, Pəhləvilərdən qabaq farslar həm coğrafiyayı olaq kasıbdılar, coğrafiyaları kasıbdır, coğrafiyada yaşadılar. Həm iqtisadi olaraq zəifdilər, həm fərhəngi olaraq zəifdilər, həm kültürəli olaraq, hünəri olaraq, hər cəhət olaraq zəifdilər. Mimarlıq da yoxdur. Görürsünüz ki, buradan ki gəlirlər iş üstə, tamamən manipulə edirlər, əllərini alırlar və içəridəki ürətimi, tolidi aradan aparırlar. İndi hər sahədə olur olsun.
Hər sahədə ürətimi aradan aparırlar və varidat bunu yerinə gəlir. Da hesab edin də dərziçilik, yəni xəyyatçılıqdan tutdu gəldi, baş gözü vurmaqdan tutdu, tutun paltar tikməkdən, bunların ürətimi, bunlar aradan getdi. İnqilabdan sonra bəzi işlər işə düşdülər, o cümlədən bəzi paltarları ki, biz özümüz qabaqcan tolid edirmişik, ürətirmişik, yeni də bəziləri dildi. O cümlədən məsələn Güney Azərbaycanda bu fərşin ayrı modelləri, qayıq deyirlər, kilim deyirlər, ipəklə toxunan parçalar. Bunlar bir azı düzəldi. Amma yavaş-yavaş aradan gəldi. Bəli, məsələn, boyaçılıq qabaqcan ağaçlar və güllərlə, yəni ağac qabığı, meyvə qabığı, daşlardan, torpaqlardan idi. İndi hamısı cöhər olubdur. Hamısı cöhər. Yəni, xaricədən bu cöhər gələcək, biz düşəcək, rəh düzəldəcək. Türkçülüyün görəvi indi bunları yenidən diriltməyə çalışmaqdır. Türkçülüyün, yəni hər kəs ki iddia edir türkçülük, gərək o ölü sənətlər və hünərlər ki vardı, onları yenidən dirilsin. Həm bir işdir, tolid, ürətimdir, həm də ki bizim əski çağımıza mərbuddur. Və hünər ilə sənətin fərqi budur. Baxın, hünər də işdir. Nəqqaşlıq da işdir, musiqi də işdir. İnsanlar oradan qazanırlar, pul qazanırlar, geçinirlər. Amma hünərin fərqi budur. Hünər çox məhdud adam, çox bir az adam o işdə işlir. Və onun alıcısı da azdır. Əl işi də olduğu üçün bahadır. Çünki əl işi çox bahadır. Məsələn, dəstgah, deyək ki, başmaq tikmək, başmaqçılıq, çüstərçılıq, ayaqqabıçılıq. Bu çüstəri tikirsiniz, bunun dəstgahından tiksək, gündə mümkündür bir dana çüstər tikən, 100 dana tikən. 100 cüt başmaq tikən, ayaqqabı tikən. Amma əli ilə tikən mümkündür ki, bir dana ya 2 dana tikən. 2 cüt ya 1 cüt. Bunun üçün əl ilə tikilən başmaq, məsələn, indi mümkündür 5 milyon tümən, 3 milyon tümən ola. Bəlkə də o yüz bu yüz ola. Amma dəstgahla tikilən başmaq mümkündür 100 min, 150 min, 200 min ola. Fərqi budur. Əlbəttə, məsələn, əllə tikilən başmaq eşitdiyimə qədər, məsələn, Təbrizdə bir nəfər varmış ki, gedibdi Fransaya. Mən bunu oxudum özüm bir yerdə. Adam özü deyirdi ki, mən bu iddiaya girdim, Təbrizdən getdim, məsələn, Fransada başmaqları gördüm. Dedim ki, bu başmaq, məsələn, qoysaq suyun içinə şoraba bağlar ya yox. Deyir, dedi ki, məsələn, bağlamaz ya bağlar. Deyir, dedim, əgər bağlasa, məsələn, mən bunu almaram, bağlasa alaram. Ya, məsələn, bağlayaq. Məsələn, sən mənə bir belə ver, əgər mən düzəltdiyim başmaq Təbrizdə, məsələn, şoraba bağlasa, sən bir belə ver. Məsələn, bir dənə şərtə girir, yadımda deyir o şərtin özü, mühüm deyir o da. Deyir ki, o, məsələn, başmağın qoyduq suya, məsələn, bir gündən sonra ya 2 gündən sonra o başmaq kollən şoraba qoydu. Yəni, duzlandı, sarılan, üstündə bir duz əlaməti, ağ bağladı. Amma mən düzəldən başmaq, məsələn, 40 gündə dedim, qoy qalsın orada, əgər şoraba olsa mənim. Hünər odur, yəni. O hünərdir. Və vaqəən də mən Təbrizin əl başmaqlarını görmüşəm. Təbrizdə bir neçə nəfər Şəhnaz ətrafında əl başmaq tikərdilər. Yəni, siz bilirsiniz, Şəhnaz çox bahalıdır. Orada bir məğazəni, məsələn, siz hər nəyə versəz, mümkündür ayda neçə milyon tümən kirayəsi ola. O adam ki, orada əl başmağı tikir, təbiətən o başmaq çox bahalıdır. Çünki hünərdir, incə sənətdir. Bunun üçün bu adam deyir ki, biz o sənətlərimizi diriltməliyik. Qoymayaq aradan geçsin.
Türkçülüyün görəvi indi bunları, yəni bu ölmüş işləri yenidən diriltməkdir. Görürsünüz, işlərin hamısında da hünər deyir, da incə sənət. Dedim, əlindən olduqları üçün. Bir tərəfdən Avropa mədəniyyəti ilə bərabər Avropa texniklərini əldə almalıyıq. Deyir, o birisi tərəfdən ki, bunları diriltmək halında, o birisi tərəfdən də nə etməliyik? Avropa mədəniyyətini dedik, ələ alaq da. Bu adamın nəzəri budur ki, biz Avropanın mədəniyyətini alaq, öz mədəniyyətimizlə qataq, ortada bir şey çıxadaq. İndi deyir ki, bir tərəfdən də Avropa mədəniyyətinə bərabər Avropanın texniklərini almalıyıq. Dedim, məsələn, indi o çərx ki, o maşın ki, başmaq tikir, deyir, onu da alaq, məsələn, başmaq işlər görür, ya dəstgahları, məsələn, gətirək. Ya musiqidə dedim, dəstgahları vardı. Bunları almalıyıq. Fəqət, bir dənə şərti var. Fəqət, şərt. Şərt, əslində, fəqət də ərəbcədir, şərt də ərəbcədir. Heç birisi farsça deyil. Amma görürsünüz, bu şərt deyəndə fəqət gətirir. Yəni, şərtin yerinə Türkiyədə qabaqcan Osmanlı dövründə zadlar həttəmən fəqət işlədirmişlər. İndi bilmirəm, yenə də bəlkə fəqət işlədirlər ya işlətmirlər, bilmirəm, heç diqqət eləməmişəm. Fəqət digər yöndən, yəni digər farscadır, yön də türkcədir. Digər yöndən, yəni bir ayrı tərəfdən baxanda, yön tərəfi üçün orada işləmişdi ərəbcə sözü, ərəbcədir. Onun burada istəmədi təkrar ola. Çünki bilirsiniz, yazı da çox pisdir da, bir dənə kəlmə dalmada təkrar ola. Ona görə təkrar olmasın. Orada yön demişdi, burada tərəf dedi. Ya burada tərəf demişdi, burada yön dedi. Orada bir dedi, burada digər dedi. Ayrı deyib ya, ayrı tərəfdən ya ayrı yöndən demək olar. Yəni bunu dəyişdirmək olar. Deyək ki, məsələn, bir yöndən, ayrı yöndən. Bunu demək olar, yəni digərin yerinə istəyirəm deyəm ki, işlətmə. İşlərə eləyə bilir ki, işlətməyək. Digər sözünü. Digər yöndən, milli gözəllik xəzinələrimiz olan bu gözəl sənətlərimizi də əlimizdən büsbütün qaçırmamağa çalışmalıyıq. Deyir ki, bu sənətlər bizim milli xəzinəmizdir. Vaqəən də budur. Yəni, diqqət buyurun, dünyada o işləri gətirirlər, muzə kimi elirlər, ya bəzi yerlərdə onlara bir status ayrılırlar, bir önəmli bir məhəllənin, şəhrin mərkəzində olur. Dünyanın turistləri gəlirlər, oradan görürsünüz ki, mən götdüm, məsələn, filan şey aldım. Gözəllik xəzinələri. Gözəllik, bilirsiniz da, yəni, farsca zibai deyirlər. Bu işlər gözəllik, çünki əli ilə gələn iş gözəldir. Bunu qəbul eləyək. Hər nə iş ola. Bunun üçün fərş ki, ya o cilim ki, o qalı ki, dəstgahla düzəlir. O, məsələn, 100 min, 200 min, 1 milyon, amma bir dənə əli ilə gələn 150, 200, 300, 500 milyon, məsələn, ya 1 milyard qiymətidir. Fərqi o əl işindədir. Və gözəllikdir, yəni o, bunu biz bilirik, gözəllikdir. Yəni. Bu gözəl sənətlərimizi də büsbütün qaçırmamağa, əldən qoymayaq, qaçmasın, yəni yaddan çıxmasın. Qaçırmamaq burada, yəni bilirsiniz, bir şey qaçırtmaq, çalmaq kimidir. Çalmaq oğurluğa deyirlər türkcə. Falan şeyi çaldı, yəni oğurladı. Qaçırmaq da, yəni gözdən itirmək, görməmək, yaddan çıxartmaq. Bunlar da qaçırmaq anlamındadır. Bunu yapa bilmək üçün öncə bu sənətlərin ürünlərini milli muzelərdə toplayıb sərgiləmək, sonra da bunlara aid nüsxələri, yapım biçimlərini bulub öyrənərək kitablarla dərgilərə yayınlamaq lazımdır. Deyir, indi istəyək bu əski o birisi hünərlərimiz ki, incə sənətlərimiz ki, ölübdür, onları diriltmək. Görün, yenə də burada strateji məsələsidir. Bir dənə strateji qoyur, turist stratejisi. Sonra görəcəksiniz ki, Türkiyə turistə dünyada necə meyl edir. Çünki bunlar turizmə gələcəkdir. Deyir, nədir bunu yapmaq üçün, yəni bu ki, onları diri saxlayaq, dirildək nədir?
Deyir ki, öncə yəni qabaqcan, birinci iş. Bu sənətlərin ürünlərini milli muzelərdə toplayaq. Bu işlər ki saydıq, hər nə iş ki varımızdır bizim, qədim işlər. Məsələn deyirəm, bizim bir dana işimiz var idi, adı nə idi? Yunu döyərdilər. Hallatçılıq. Hallatçılıq məsələn bir dana bir iş idi. Məsələn. Deyir ki, əvvəl gərək öncə bu sənətlərin ürünlərini, məhsul ərəbcədir, ürün farsça, yəni tolidatın səmərəsi, o ki düzəlibdir onu. Deyir, bunları gərək milli muzelərdə toplayaq, sərgiliyək, yəni sərgi eləmək də sərmaq. Sərmaq nə deməkdir? Bir yerə bunları düzməkdir. Sərgiləmək, yəni bir yerə düzmək. Muzə, yəni nümayiş. İndi bunun adını nümayiş deyirlər. Sərgiyə getdik, yəni nümayişgaha getdik. Çünki orada məsələn kitabları düzüblər yerə, bir vəziyyətə. Ya ruznamələri, ya paltarı, ya hər nə nümayişgahına gəlib, maşınları filanları orada sərgiləyiblər. Yəni düzüblər bir yerə tamaşaya. Sərgiləmək. Sonra da bunlara aid, yəni bu hünərlərə aid nüsxələri yəni yazılar. Nüsxə, indi bu günləri Türkiyədə nüsxə deyəndə dua düşünür. Duanı bilirsiniz, kağız üstündə yazarlar, 3 cüşə olaraq bunu beləsi elələr. Sonra onu, məsələn, onlara deyirlər nüsxə indi Türkiyədə. Amma nüsxə, yəni hər bir şey için yazılıbdır. Olur nüsxə. Hətta Döhtürün də yazısına nüsxə deyirlər bu günləri. Döhtürün də yazısına nüsxə deyirik. Yəni Güney Azərbaycanda nüsxə deyirlər. Türkiyədə nüsxə demirlər. Nüsxələri, yapım biçimlərini, onların yapım, yəni düzəltmək. Yapmaq dedik ki, yəni bir işi düzəltmək. O işlərin yapım biçimlərini, yəni onların düzəltmək sistemini, rəvişini, bunu nə etməlidir? Biçimlərini bulmaq, yəni tapmaq. Onların iş məsələn, deyək ki, məsələn, həllaşlıq yaddan çıxıbdır. Onun yazıları, əgər bir yazıda vardı, onları tapaq. Onların üzü ilə bunları düzəldək. Məsələn, Türkiyədə bir dənə əncümən gəlibdir Osmanlı dövründəki musiqiləri çalıbdır. O yazılar ki varmış, onların üzünü yazmış. Məsələn, biz Səfəvi dövründən, hətta ondan qabaqdan da musiqilərimiz yazılıbdır. Məsələn, biz bunları tapaq və onları dubaridən çalaq. İranda qoymayıblar. Məsələn, Əbu Əli Sinadan ya Farabidən bu günə qədər yazılan musiqilər çalınsın. Qoymayıblar. Ya məsələn qoymayıblar Səfəvi dövründən ya ondan qabaqdan kaşikarlıqlar, o kaşilərin rəhləri, onları bişirmək. Baxın, bunları elə bişirirlər ki, əriyib daş şüşə olmurdu. Elə də bişirirdilər ki, yüzlər ilindən aradan etmirdi. Səfəvi, məsələn, Ərdəbildə o Səfəvi, o içinə gedirsin, bir şahkar hünəridir. O kaşilərin hamısı əyri, zaviyə ilə düzəlib, zaviyə ilə bişirib, zaviyə ilə ora qoyulubdur. Mənim nəzərimdə, mən bilmirəm, yəni, nə cür ola bilər bu. Mən baxdığım belə nəzərimə gəlir. Məsələn, onun düzəltməsi, indi Göy məsciddə neçə ildir, bilmirəm, məsələn, 30 ildir, neçə ildir, bir iddə mütəxəssis, danışçı, danışqahı, ustadlar filanlar orada döşürə alıblar, uçanırsa, hala feylən onun əksini çəkiblər, qutara bilməyiblər. Onun rəngi nə cür düzələr ki, o hərarətdə ki, o kaşı bişəcəkdir və bişəndən sonra əriyəcəkdir bəzisi, o orada yanıb aradan getməsin. O rəngin, o rəngi ki orada işlədiblər, nədən düzəldilir? İndi Göy məsciddə çalışırlar ki, rəngi, kaşını bişirəndən sonra rəngi üstündə qoyalar. O cür olsa o ışıq dəyəndən sonra, nurlar dəyəndən sonra, hava dəyəndən sonra yavaş-yavaş kasalar aradan gedər. Amma görürsünüz, neçə yüz ildə orada məscidlərdə qalır. Ya
şeydən Səlcuqlu və onlardan qabaqdan qalır məsələn. Bulub öyrənərək, öyrənmək yəni onu öyrənək də, kitablarla, dərgilərlə yayınlamaq lazımdır. Deyir ki, onları öyrənəndən sonra da onların sistemin nədir bunu məsələn düzəldərlər, onu düzəltmağın sistemin ruznamələri o zaman dərgi, ruznamə, kitab var idi, amma indi nələr var? Filmi var. Bu filmlərlə götürüb və yaymaq gərəkir. Məsələn, genəlliklə gök boyalar kullanılaraq yapılan milli boyacılığımız büsbütün sönmək üzərədir. Sönmək üzərədir. Deyir ki, məsələn, genəlliklə ya ümumiyyətdə. Genəlliklə yəni ümumiyyətdə. Ümumi ərəbcədir, onun türkçəsi genəllikdir. Genəl ya genəllik. Genəlliklə yəni ümumiyyətdə gök boyalar. Gök, biz göy deyirik, göy boyalar. Gök boyalar kullanılaraq. Deyir ki, bu göy. Göyün də indi Türkiyədə mavi də deyilir buna. Diqqət buyurun, göy, indi bir dənə sual. Əcəba, göy niyə mavidir? Abı deyirlər farsça. Niyə mavidir? Niyə göy deyirik buna? Görəsən, yerdən bir şey gedir ora. Göydən bir şey gəlir, su abıdır. Axı suyunda rəngi yoxdur. Ona da abı deyirik genə. Su da mavidir, abıdır. Yəni göydür. Deyirik, su göydür. Suyun rəngi yoxdur, əlimizə götürük rəngi yoxdur. Bu göydən bir şey düşür buna. Bilirik ki, atmosferdə bu havaya gün deyəndə bura abılaşır. Amma bunlar hamısı nə-mənədir, diqqət buyurun. Hər halda bu göy boyalar ki vardır, rəhlər, deyir bunları kullanılaq, yəni istifadə edərək yapılan milli boyacılığı, o milli boyacılıq, bizim milli bir boyamamız var, sistemimiz var. Dedim, kaşilərdən tutun, gəldin, gedib paltar, fərş, filan, bəhmə, bunlar bir iş, çox belə hər sahədə boyacılıq var. Deyir, bu boyacılığımız büsbütün sönmək üzərədir. Sönmək, bir dənə çıraq yavaş-yavaş düzüldür sönə. Sönmək üzərə biz deyək ki, düzüldür, yəni da axirləridir. Əlbəttə, məsələn, mən gördüm, məsələn, sofuluq qalıbdır. Məsələn, gördüm, bir dənə oğlan sofi videosunu qoydular. Dostlardan biri sağ olsun, səsimizi eşitmişdi, qoymuşdu bunu. Mən 2 dənə video gördüm, çox sevindim. Bu, bir dənə işdir hər halda, bizim məmləkətdə var. Cadu deyirsiniz, deyirin, cəmbəl deyirsiniz, deyirin, xurafat deyirsiniz, deyirin, amma var. İşdir, özü işdir, yəni bu bir fəslə gedib ilan tutarlar adamlar. Adına da sufi deyərlər. Sofu. Sufular ilan tutarlar. Ya məsələn, bəzi adam var, Qurandan bir ayədən istifadə eləyərək görürsünüz ki, qurd ağzı bağlırdı. Mənim dedəm məsələn bir şey görürdü. Mənim dedəm Qurandan bir ayələr oxuyaraq arpanı tərpədirdi. Yaddan çıxıbdır, mən də örgəşməmişəm. Mən bunları xurafat bildiyim üçün örgəşməmişəm, çox da heyif eləmişəm. Kaş örgəşəm. Kaş cavanlar bəzi şeyləri örgəşələr. Cadu da olsa örgəşin. İndi Anadoluda yapılmaqda bulunan kilimlər ya adı sabit olmayan Avropa boyalarıyla yaxud Almanların sabit fəqət mədəni olan boyalarıyla boyanmaqdadır. Bu bizim dedim, bizim şimdi docur olub mütəəssifanə. Anadolu, Türkiyə iddiaq ki, içinə deyirlər Anadolu. Yapılmaqda bulunan deyir, yəni o işi ki, əl-an orada hərəkətdədir, canlıdır o iş, yapılmaqda bulunan, yəni o iş hiç görünülür, kilimlər. Bir ki də kilimləri deyir, orada toxuyurlar, beləsi deyək.
yapılmaqda bulunan kilimlər. Kilimləri toxunan halətdə görünür. Tamam. Ya deyir adı sabit olmayan, ya adları yoxdur. Amma Avrupalı, yəni Avrupalı boyalardır. Deyir abıdı bəlli deyib boyalardan istifadə edirlər. Elə adına deyirlər cöhər, abı cöhər, filan cöhər. Onlardan istifadə edirlər. Ya da ki, yaxud Almanlıların sabit, amma mədəndən, torpaqdan da, bunlar da torpaqdan, daşdan çıxadırlar. Müxtəlif şəkildə əlbəttə, tək torpaq daş deyil, adları vardı. Onları milli zövqümüz, bunları nədir? Boyaları ilə boyanmaqdadır. Almanlıların mədəndən düzəltdikləri boyalardır. Bəzilərini deyir, bilirik ki, mədəndən, bəzilərini bilmirik ki, nədəndir. Amma onlarla biz kilimləri deyir də, rəhlilərdə. Sabit olmayan boyalar, bunlar sabit olmur. Bunların rəngi kas olur. Ya zaman içində bunların rəngi nədir? Solur. Bunların rəngi solur. O halda ki, məsələn, mənim yadıma gəlir, mənim nənəm, öz nənəm, məni doğan xanım, Allah uzun ömrü versin, və nənələri, bacıları, bunlar da, yəni adamlar, gedirlər çöldən süd diyan, nə bilim, filan otdan yığırdılar, ələfdən, ağac qabığından, soğan qabığından, meyvələrin planından, bəhmanından gətirirlər bunlarla filan şeyi məsələn rəhliyəcək, boyayacaq, boyurdular. Və bu boyaqlar getmirdi. Bizim evimizdə, əgər qalsa bilmirəm indi, məsələn bir fərş var idi, məsələn fikir edin ki, mən olmamışdan onu toxuyiblər, ya cecim, ya kilim toxuyiblər. Bizim evimizdə nəmət yox idi. Yadıma gəlmir nəmətimiz olan. Amma gördüm, nəməti mən özüm gördüm. Nəmət döyəndə gördüm nəməti. Mülükdə fikir edirəm gördüm özdə. Yəni bizim kətdə mən görmədim, düzəldərlər. Amma mülükdə fikir edirəm ki, bir dəfə ya 2 dəfə getmişəm, bir dana evə görmüşəm burada 4-5 nəfərə nəmət ayaqlılar. Fikir edirəm. Yəni bir zehnimdə bir şey var. Çox uşaq idim, yadımda deyil. Amma məsələn gördüm o cür bir şeylər. Dedim, rəhlər zad o cürsüdür. Ona da gördünüz ki, məsələn ipi rəhlir də qoyurlar. Hər halda. Olan boyalar boyanmaqdadır. Sabit olmayan boyalar, yəni onlar ki qalmırlar, az zamanda pozulduqları, deyir bunlar sabit olmayan rəhlər az zamanda pozulurlar, aradan gedirlər. Dedim, bizdə solmaq deyirik, pozmaq da deyirik, pozulur. Amma məsələn, fərz buyurun ki, indi mən acam, məsələn, indi acalmışam, onu deyirəm, ha. Acalmışam, məsələn, birdən-birə aclıq düşür, tərlirəm, rəngim gedir. Buna pozulmaq deyirik, rəngi niyə pozuldu? Amma biz, məsələn, fərşə ya bir şey solur, ona deyirik, solur. Əlbəttə, ayrı mənası da ayrı şeylərdə də işlənə bilər. Mənim bu 2-dən indi yadıma düşdü, bəlkə ayrısı da ola bilər. Alman boyaları da parlaqlığına milli zövqümüzə uyğun gəlmədikləri üçün hər ikisi də milli sənətimiz üçün zərərlidir. Deyir ki, Alman boyaları, rəhləri, boya rəng oldu da bildik. Biz rəng farsça sözdür, onun yerinə boya işlədirik. Alman boyaları da, Almanların rəhləri də parlaqlığınla, yəni onların deyir ki, işıltıları var. İndi bunlara deyirlər fosforida, yəni biraz çox işıltıdırlar, çox bəzən də hətta seksi deyirlər bunlar, seksi rəhlər. Çox biraz parlaqlıdırlar hər halda. Milli zövqümüzə uyğun gəlmədikləri üçün, deyir bunlar bizim milli zövqümüzə uyğun gəlmir. Biri pozulur, gedir, biri də çox parlaqdır. Yəni o iki hünəri bizim istedadımıza gələr deyil. Bunun ziddi nədir? Şəfəqlidir məsələn deyək. Biz şəfəqli rəngi sevmirik məsələn. Qədimdən də sevməzdilər şəfəqli rəngi. Milli zövqümüzə uyğun gəlmədi. Uyğun, yəni dedik ki, ona münasib deyil. Münasib ərəbcə sözdür, onun yerinə uyğun işlədir. Gəlmədikləri üçün hər ikisi də milli sənətimiz üçün zərərlidir. Bu deyir, həm o rəhlər ki, kasalır gedir, Avrupalıların, ya da ki, o Alman ki, şəfəqlənir, deyir, onları biz, ikisi də bizim milli hünərimizə, sənətimizə
zərərlidir. Toxumacılıqda milli olmayan əllərin rəsm etdikləri yeni naxışlar da milli zövq anlayışımıza uymur. Deyir, toxumalar. Toxuma bilirsiniz, əl ilə toxuyarıq biz. Cəhri ilə, ya mil ilə, ya teşi ilə bir şeylər əyirərdilər. Onu rəhlərdilər. Ondan sonra ondan çoxlu şeylər toxuyardılar. Partar toxuyardılar. Əlcəh toxuyardılar, böyh toxuyardılar, gərdənlik toxuyar, yəni nə deyim bunlara? Şal toxuyardılar, belə şal toxuyardılar, boyuna şal toxuyardılar. Paltar toxuyardılar, yəni bu cür bir şeylər. Corab toxuyardılar. Bu toxunmalar, hər şey iş toxunur. Miz üstü, nə bilim, gəlin cahazına toxunmalar toxunardı. Bunları deyir. Deyir ki, toxumacılıq yəni iş adıdır, toxumacılıq. Bir də insanlar oradan geçinərdilər, hala ondan geçinirlər. Biz papış deyirlər indi, məsələn, papış yəni papuş farscadan gəlmə sözə bənzir. Yəni, bunları, məsələn, toxular satırlar, gül toxular satırlar, hər şey bunlar. Toxumacılıqda milli olmayan əllərin rəsm etdikləri yeni naxışlar, bilirsiniz də bunlar naxışlar var idi. Naxış, naxşə deyirlər indi. Naxşə deyil, naxış naxşədən fərqlidir. Naxşə, məsələn, deyin ki, bir məmləkətin naxşəsi var, ya bir dənə evin naxşəsi var, çəkirlər. Bu ayrı, o naxış başqadır. Naxış bir toxunca bir şeyin üstünə, fərşin üstünə ya bir şeyin üstünə çəkilən bir şeydir. Ki, onun qədimlər zehninlə düzəldərdilər. İndi isə kağız üstə çəkirlər, sonra onu toxurlar. Ona naxış deyirlər. Bir də naxış, hətta yerdə belə uşaqlar oynayanda çəkərlər, naqqışdı demək. O da naxşənin üzü ilə oynamaqdır. Naxışlı. O da fikir edirəm oradan gəlir. Bəlkə də yanlış düşünürəm. Toxumalıcılıqda milli olmayan, milli, görürsünüz, burada adamların əlində milli görsədir. Və o naxışları da milli görsədir. Deyir, o naxışlar da millidir. Məsələn, mənim yadıma gəlir, fəşlərin üstünə bir gözəl nəxşələr çalardılar. Sonralarda mən özüm, məsələn, getdim İrani nəxşələrdən, o farsların nəxşələrindən, bu Nətəxt Cəmşidin şeirlərin zadlarını tutmuşdular. Onlardan çəkdim, gətirdim, sonra onlardan saldıq, məsələn, biz özümüz. Amma ondan qabaq nə idi? Onlar baha fəşlər idi, məsələn. Onlardan çəkdik, getdik, saldıq. Amma bizim, məsələn, özümüzün nənələrimiz, bacılarımız, xalalarımız, əmmələrimiz, filanlarımız, özləri hər işin özünün bir naxışası var idi. Naxış salardılar. Çörəyin də üzünə naxışlıq edərdilər. Məsələn, bizdə bizi toğlardılar, yavan çörək verələr. Sənə, məsələn, naxışlı, məsələn, çörək verəcəyəm. Məsələn, davşan çörək verəcəyəm. Məsələn, görərdin xəmiri davşan kimi bənzətlər də, ona bənzədərdilər, qoyardılar bir şərdi, biz də səminərdik, bunu götürərdik. Yəni, mənə davşan, nənəm davşan çörək pişirmişdi. Əlim dəydi, bu da getdi, dubara açılsa, okey. Milli olmayan əllərin rəsm etdikləri yeni naxışlar. Deyir ki, o milli naxışlar ki, o milli deyildilər, bu əllər, o əllər ki, milli olmayan naxışları rəsm edirdilər. Deyir, bunlar nədirlər? Milli zövq anlayışımıza uymur. Deyir, bunlar da ki, bizim bəzi adamlar oturublar, çəkirlər. Bunlar bizim milli zövqumuza, milli istəyimizə, dadımıza deyil, uyğun deyil, bənzəmir, münasib deyil. O halda ölkəmizdəki sənətçiləri bu kimi sapmalara son verərək milli sənətimizə dönməyə çağırmalıyıq. Deyir, o halda ölkəmizdə, ölkə yəni vətənimizdə. Görürsün, vətən yerinə ki, ərəbcə sözdür, ölkə işlədirik biz. Vətən farsça deyil, bunu deyim ki, ərəbcədir. Ölkəmizdə, yəni vətənimizdə, ölkəmizdə özləmizdəki sənətçiləri, yəni hünərməndiləri
Görürsünüz, sənət sözü bizdə əl işlərinə də işlənir. Bu kimi sapmalar, sapmaq yəni itmaq, azmaq. Sap əlbəttə bilirsiniz, dəstədir. Amma burada da işlənir. Yəni bir şeyin dəstəsinə sap deyirik. Eyni halda iynənin də burada söz biraz qaba olacaq, türkçə qaba, yəni ədəbsiz görsənəcək. Amma məsələn iynənin biz demərik ki, məsələn dalısı demərik, deyək götü. O dəlik qismətinə deyək məsələn iynənin götü. Amma hər halda onu bir qaba görürsünüz, məsələn bu kəlmə qaba görsənir. Çünki məsələn bizdə istiruq müəddəb olaq, bunu farsça deyərik. Ya falan. Məsələn niyə? Ya məsələn mən o günləri bir dostumuz var idi, bir döhtürlə görüşdük. Məsələn mən bir dənə ədəbi qabaca dedim. Yəni bir sözü onun türkcə adını dedim. Onu məsələn mən onu istəsəydim adamlar məni biraz da narahat oldular, durdular, getdilər, amma məsələn onun mən o əndamın, bədənin o əndamının türkcə adını deyəndə adamlara əcib gəlir. Yəni deyirlər bə söyüşdür. Amma onun məsələn siz farscasını ya ingiliscəsini deyin. Çünki çox adam baş tapır, nəzərə gəlir ki, qaba deyil. Amma həmandır da. Yəni məsələn fərq eləyin ki, insanın önəmli əndamlarından da biridir. O qismətləri ki, övrəteyn biz deyirik. Övrəteyn. O sözünü işlədirik. Bunun türkcə adları var. Çox da gözəl addılar. Hər ikisinin. Dalının da, qabağının da, erkəyin də, dişinin də adları var. Qaba da deyir, çox bədən adıdır, çox da gözəldir, çox da şərifdir və bizim dilimizin adlarıdır. Bunlar qaba deyir, gərək bunları işlədək. Amma bunları istəyiblər bizə deyirlər ki, ədəbli olun. Ədəbli olanda bunların adların farsça deyəndə ədəbli oluruq. Ya ərəbcə deyəndə ədəbli oluruq, ya ingiliscə deyəndə ədəbli oluruq. Qalıb ki, kim tərəf kimdir. O halda ki, o cür deyil. Bu hər dildə tamam. Məsələn bir də ərəb, mən indi məsələn desəm ki, məsələn vagina ya vagina ya məsələn vagina. Məsələn adamlar çox bunu baş tapmayacaqlar nədir? Baş tapmadıqları üçün də əcəb böyük danışdı. O halda ki, düz deyil bu. Bizim dilimizdə bədənin hər bir şeyinə bir söz var. O söz də ədəbsiz deyil. O söz də dəqiqən ədəblidir, amma o bədənimizin, o üzvünün adıdır. Ya o işin adıdır. Bunları gizlətməklə biz elmi adam görsənmərik. Sap istədim dedim ki, iynənin də o dalısından, o dəlikdən keçən şeyə də yenə sap deyirik. Bəs sap bir şeydir ki, bir ayrı şeyin içinə, dəliyinə girirsə ona sap deyərlər. Sapmaq da onu sapı elirik ora, o sapı bir yerə tapırıq. İndi biz bir şeydən çırıqsaq, azsaq ona da sapmaq deyirlər. Yenə də yəni bir şeyə taxıldıq bir şeydə qaldıq. Düz olmadı. Milli sənətimizə dönməyə çağırmalıyıq. Biz millətimizə, milli sənətimizə dönməyə çağırmalıyıq. Bu konuda da türk ocaqları olduqca önəmli görəv üstlənə bilirlər. Deyir, bu haqda da ki, millətimizi çağıraq, keçmiş sənətlərimizə ələ gətirsinlər. Ocaqlar, yəni əncümənlər çox şeydirlər, mühümdürlər. Çox sağ olun dostlar, təşəkkür edirəm. Görüşmək üzərə.